Bilirik ki, atomun elektron formulu nəyi başa düşür? İlk öncə biz bilirik ki, atom 2 hissədən ibarətdir. Elektron və nüvədən. Nüvə özü də 2 hissədən ibarətdir. Proton və elektrondan. Deyirdik ki, proton müsbət yüklü hissəcikdir, elektron mənfi yüklü hissəcikdir. Ona görə də deyirik ki, ümumiyyətlə atom müsbət yüklü nüvədən və onun ətrafında fırlanan mənfi yüklü elektronlardan ibarətdir. İndi isə biz bilməliyik ki, bu elektronlarımız nüvənin ətrafındakı elektron orbitallarında yerləşir. Biz həmin o elektron orbitallarımızı 3 hissəyə bölürük. S orbitalı, P orbitalı, D orbitalı və F orbitalı. S orbitalı bizim orta məktəbdə öyrənəcəyimiz S-P-D-dir. F öyrənmirik. Heç miqə də F-dən düşmür. Çünki yoxdur. F haqqında, yəni F orbitalında yerləşən elektronu olan maddələri biz öyrənmirik deyə F düşmür. Bizə əsas lazımdır S-P-D. Deyirik ki, S orbitalının işarəsi kürədir. P orbitalının işarəsi antel şəkillidir, yarpaq şəkillidir, belə deyirik. Və yaxud da bizim dildə desək, antelə bənzər və yaxud da sonsuzluq işarəsi uşaqların yadında qalan. D orbitalında 2 dənə P orbitalının X, Y oxu üzrə yerləşməsidir ki, onun şəklini bilməsək də olar. Bizə əsas bu S ilə P lazımdır. S orbitalında deyirik ki, bir orbitaldan ibarətdir. P orbitalı 3, D orbitalı 5, F orbitalı isə 7. 1, 2, 3, 4, 5, 6, 7. Hər orbitalda 2 bir-birinə əks spinli elektron yerləşir. Yəni, biri yuxarıdırsa, biri aşağı olan 2 elektron. Burada onda maksimum neçə elektron olacaq? 6 dənə. D orbitalında yenə bir-birinin əksi olan əks spinli 2 elektron yerləşir. Əks spinli, yəni bir-birinin əksi. Yəni, bu cür yazacağıq. Nəticədə mənə məlum olur ki, S orbitalında maksimum 2 elektron, P orbitalında maksimum 6 elektron, D orbitalında maksimum 10 elektron, F orbitalında da maksimum 14 elektron yerləşə bilər. S orbitalının işarəsi kürədir, P orbitalı sonsuzluq işarəsi deyək bizim dilimizdə D. D orbitalında isə 10 dənə elektron yerləşir. Özü 5 orbitaldan ibarətdir, yəni 5 dənə kvadrat deyək. Bunları sadə dildə deyirəm ki, sizə daha aydın olsun. 5 kvadrat, yəni 5 orbital. Hər kvadratımız 1 orbitaldır. 1 orbitalda 2 elektron yerləşir. D-də 5 orbital var deyə ümumi 10 elektron olur. P-də 3 orbital var deyə ümumi maksimum 6 elektron yerləşə bilir. Bunları əzbərə bilməliyik. Bunları bildikdən sonra biz keçirik dolma ardıcıllığına. Dolma ardıcıllığını əzbərə bilməliyik ki, bizim əvvəlcə bunu da qeyd eləyək sonra. Bizim birinci energetik səviyyə, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı energetik səviyyələrimiz var, 7 dənə. Həmin energetik səviyyələrdən birincisində yalnız S orbitalı olur. İkincisində həm S, həm P var. Üçüncüsündə həm S, həm P, həm D var. Dördüncüsündə S, P, D, F. Beşincisində də S, P, D, F. Altıncısında da S, P, D, F. Yedincisində də S, P, D, F var. Bunları əzbərə bilməliyik ki, birincidə yalnız S, ikincidə S və P, üçüncüdə S, P, D, dörddə S, P, D, F, beşdə də S, P, D, F-dir. Bunları dedikdən sonra gedirik ki, dolma ardıcıllığını əzbərə bilməliyik. Dolma ardıcıllığımız nədir? Elə bilin ki, sıralardır. Elektron ilk öncə gələcək nüvədən sonrakı gələn birinci energetik səviyyəyə, yəni 1S-ə. Ən birinci 1S olacaq. 1S olandan sonra 1S-də maksimum neçə elektron yerləşə bilər? 2 dənə. Çünki S-də yalnız 2 dənə elektron yerləşir. 1S-də yalnız birinci, elə bildin ki, nüvədir.
Nüvədən sonra gəlir birinci energetik səviyyəsi, sonra gəlir ikinci energetik səviyyəsi, sonra gəlir üçüncü energetik səviyyə. Birinci energetik səviyyədə bu nüvədən sonra yalnız s orbitalı var. İkincidə həm s var, həm p var. Üçüncüdə s də var, p də var, d də var. Deməli, bu elektron nüvənin ən yaxınına gəlməlidir. Birinci gəlir s-ə. Sonra birinci energetik səviyyədə başqa orbital yoxdur axı. Tez keçir ikinci energetik səviyyə. İkinci energetik səviyyəyə gələndə S-dən başlayar yenə. Yəni keçər 2S-ə. 2S də tam dolandan sonra gələcək 2P-yə. İki P-də dolandan sonra artıq ikinci energetik səviyyədə doldu axı S-lə P-ləri. Gedəcək 3S-ə. Sonra 3P-yə. Artıq burada biz bilməliyik ki, 3D-yə gəlməmişdən əvvəl gedir 4S-ə, sonra yenidən gəlir 3D-yə. Bunun səbəbi ondadır ki, 4S-in enerjisi 3D-nin enerjisindən daha kiçikdir. Elektron da enerjisi kiçik olan orbitala gələr. 4S-in enerjisi daha kiçikdir deyə birinci 4S-ə gələcək, sonra isə 3D-yə. Daha sonra isə 3D-dən keçəcək 4P-yə. Bizə bura qədər lazımdır ki, əzbərə bilməliyik dolma ardıcıllığını. 1S, 2S, 2P, 3S, 3P, 4S, 3D, 4P. Burada ardıcıllıq pozulan bir dənə 4S-dən 3D-nin yeridir ki, yerləri dəyişir. Bunları nə etməliyik? Əzbərə bilməliyik. Daha sonra dolma ardıcıllığını bildikdən sonra elementlərin elektron quruluşunu yazanda bizim birinci elementimiz, yəni nüvəsinin tərkibində bir dənə proton olanımız hidrogendir. Onun elektron quruluşunu yazanda elektron gəlib birinci harda yerləşəcək? 1S-də. Yazacağıq 1S1. İkinci elementimiz helyumdur. Helyumda nə qədər elektron var? 2 dənə. Ona görə gəlib yerləşəcək 1S2. Artıq 1S-lər doldu. S-də maksimum neçə elektron yerləşə bilirdi? 2 dənə. Çünki bunun bax elə bilin ki, bir dənə kvadratı var, o ikisi də yerləşdi. Birincisi də bir dənə idi. Üzr bir dənə yazmaqdan 2 dənə yazdım. Bax, biri yerləşdi burada. Burada da 1S1. 1S2-də artıq ikisi gəlib yerləşəcək burada. Biri bura, biri bura. Düzdür. Üçüncünü yazanda, üçüncü elementimiz lityumdur. Lityumu yazanda deməli maksimum 3 dənə elektronum var. 3 elektronum yerləşməlidir. 1S2, 2S1. Və bitdi. 1S2 tam doldu deyə keçir 2S-ə. Dördüncü elementimiz berilyumdur ki, orada 4 dənə elektronum olmalıdır. 4 dənə elektronum olması üçün 1S2, yazıram 1S2. İkisi buradadır, axı geriyə 2 dənə qaldı. Həmin 2 dənə də gəlir 2S2-yə. Və bitdi. 5-ci elementimiz bordur. Borumuz 1S2. 2 elektronumuz yerləşdi. 2S2-m tam doldu deyə ikisini də bura qoydum. Sonra gəlir nə? 2P1. P-də nə qədər orbital var idi? 3 dənə. Ona görə çəkəndə 3 çəkirik. Biri də burada yerləşir. Sonra 6-cımız karbondur ki, 1S2, 2S2, 2P2. Biri bura, biri bura. 7-cimiz azotdur ki, 1S2, 2S2, 2P3 olacaq. Yəni bu cür yazırıq. 8-cimiz azotdan sonra oksigendir ki, 1S2, xət, 2S2, 2P4. Birini də bura qoydum. Bitdi. 9-cumuz hansıdır? Flördür. 1S2, bu sıralamanı əzbər bilməyinizə ehtiyac yoxdur ha. Mən sadəcə əzbər bilirəm deyə yazıram.
Yəni bilməyə bilərsiniz. Orada onsuz da sizdən hansı elementin hansı nömrədə olduğunu soruşmur. Sadəcə mən bilirəm deyə yazıram. 1s2, 2s2, 2p5. Əvvəlcə elektronlar tək-tək olur deyə tək-tək yerləşdirirəm, sonra cütləşdirirəm. 10-da da olacaq neon. Neonda da indi kvadratları çəkməyəcəm. 1s2, 2s2, 2p6. Bütün o orbitalların içərisində də elektron olmalıdır. Aydın oldu? 11-ci elementimiz natriumdur. 11-ci elementimiz natriumdursa, onun elektron quruluşunu yazanda 1s2, 2s2, 2p6, 3s1 olacaq. İndi o y'ləri yerləşdirmirəm bunlarda artıq. Özünüz yerləşdirərsiniz. 12-də maqneziumdur. 1s2 bax, 1s2, 2s2, 2p6 və nöqtə qoyuram. Sonuncu energetik səviyyəsini yazacağam. 1s2, 2s2, 2p6 tam dolubdur artıq. Deməli, 3-cü energetik səviyyəsini yazmalıyam. 3s2. Bunun əvvəlini özünüz bilməlisiniz ki, 1s2 imiş, 2s2, 2p6 imiş. 13-də alüminiumdur ki, yenə nöqtə qoyuram. Sonuncu 3-cü energetik səviyyəsini yazıram. 3s2, 3p1. 14-də olacaq 3s2, 3p2. 15-də olacaq 3s2, 3p3. 16-da olacaq 3s2, 3p4. 17-də olacaq 3s2, 3p5. Yəni bu cür yaza-yaza gedirsiniz. Burada bir fərqlilik yoxdur. Fərqliliyin əsası hansındadır? Mən ona gəlirəm. Fərqlilik var burada 24-cü elementimizdə. Bizim 24-cü elementimiz və 29-cu elementimizdə bir fərqlilik var. 24-cü elementimiz xromdur, 29-cu elementimiz misdir. 24-cü elementin quruluşunu yazanda yazıram 1s2, ikisi burada. 2s2, ikisi burada. 2p6, cəm oldu 10. Sonra keçirəm 3s2 gəlir 12. 3p6 üstləri toplayanda 18. 3p-dən sonra 4s gəlir. Əslində S-də maksimum neçə elektron yerləşməli idi? 2. Amma biz burada bunu 2 yazmırıq. 4s1 yazırıq. Artıq olur 19. 19-un üstünə neçə gəlsəm 24 eləyər? 5. Deməli 3d5 imiş. Bax, bunu yadda saxlayırsınız ki, 24-cü elementimiz həmişə 4s1 olur. 29-cu elementimiz də həmçinin 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d10. Cəm 29 elementidir. Fərqimiz nədədir təkcə bunlarda? Fərqimiz ondadır ki, sonu 4s1, 4s1 ilə bitir. 4s2 olmurlar. Aydın oldu. Bu ikisini əzbər bilib davamını da bu qayda ilə yazmalısınız. Aydın oldu mu? Bəli, müəllimə. Deməli, burada olan Cəfər, Rüqəyya, Mursalı, Nuranə. Bu adlarını çəkdiyim dərsdən sonra 1-dən 30-a qədər bütün elementlərin elektron quruluşunu yazıb atar mənə. 12-ci elementin hansı olduğunu bilməyinizə ehtiyac yoxdur. 12 qoyub, nöqtə qoyub elektron quruluşunu yaza bilərsiniz. Mənə lazım deyil ki, siz biləsiniz hansıdır. Amma elektron quruluşunu yazmalı, bacarmalısınız deyə adlarını çəkdiyim kimlərin adını çəkmişəmsə yazıb atacaqlar. Aydın oldu. İndi keçirik. Bunları bildikdən sonra gəlirik qrup və dövrün tapılması qaydasına. Bu necədir? Misal üçün deyirəm ki, belə bir ədəd verilibsə. 3s2, 3p5. Deyirəm bu neçənci dövr, neçənci qrupdur. Siz bilməlisiniz ki, sonuncu elektron təbəqəmiz, yəni baxın, bu üçlər bizə sonuncu elektron təbəqəsini göstərir. Sonuncu elektron təbəqəmiz bizə göstərir dövrünü. Sonuncu elektron təbəqəsində olan elektron sayı, yəni 2 ilə 5-in cəmi. 2 ilə 5-in cəmi neçə eləyir? 7.
Həmin 7 isə bizə göstərir qrup nömrəsini. Deməli, bizim bu elementimiz yerləşir 3-cü dövrdə 7A yarım qrupunda. 3-cü dövrdə 7A yarım qrupunda. Aydın oldu? Deyirik ki, bizim sonuncu elektron təbəqəmiz 3-cüdür burada. Və yaxud da belə də yaza bilərəm də. NS2, NP3 misalı üçün. Burada N-lərimiz, yəni əvvəlində yazılanlar bizə göstərir dövrünü. 2 ilə 3-ün cəbi isə göstərir bizə qrupunu. Əgər D orbitalı yoxdursa, misal üçün, yalnız S və P-dən ibarətdirsə sonuncu elektron təbəqəsi, bu olur əsas yarım qrup. D elementi varsa, olacaq əlavə yarım qrup. Aydın oldu? D elementi yoxdursa əsasdır, D elementi varsa əlavədir. İndi baxın, buna aid misallar verirəm əsas və əlavənin tapılmasına aid. Misal üçün deyirik ki, 14-cü elementin qrup və dövrünü tapın. Yazıram 14-cü elementin elektron quruluşunu. 1s2, 2s2, 2p6, bura qədər 10, 3s2, 3p2. Mən burada 1s2 ilə 2p6-ya baxmayacağam. Mən sonuncuya baxacağam. Sonuncu neçədir? 3-dür. Deməli, bu element neçənci dövrdə yerləşib? 3-cü dövrdə yerləşib. Bəs neçənci qrupdur? Sonuncuda neçə dənə elektron var? 2 ilə 2-ni toplayıram, 4A. D orbitalı yoxdur ki? Yoxdur, onda 4A-dır. Və yaxud da belə bir şey yazsaydım, desəydim 12-ci elementi. 12-ci elementin elektron quruluşu 1s2, 2s2, 2p6, 3s2-dir. Desəm, burada dövr və qrupu müəyyən elə, yenə bu axırıncıya baxacam. Deyəcəm, 3-cü dövrdür. Nə qədər elektronu var? Cəmi 2 dənə elektronu var. Nə ilənsə toplamağa ehtiyac yoxdur. Çünki burada təkcə 3s2-dir. Deməli, onda 2A yarım qrupuymuş. Niyə A-dır? Çünki D orbitalı yoxdur. Sonra gəlirik bunları dedikdən sonra D elementlərini müəyyən eləməyə. D elementləri 20 ilə 30 arasında olan elementlərdir. Misal üçün, bayaqları 24-cü elementin elektron quruluşunu yazmışdım. Sonu bitir 4s1, 3d5 ilə. Yadınızda saxlayın, 20 ilə 30 arası elementlərdə 4s1, 3d5. 3d ilə 4s1-in ikisinə 1 baxırsınız. 4-də axı ən böyüsü 4-dür elektron təbəqəsi. Deməli, onda 4-cü dövrdür. 4-cü dövrdür. Bəs neçənci qrupdur? Qrupun soruşanda 4s-dəki ilə 3d-dəkini 1 toplayacaqsınız. 1 ilə 5-i toplayacaqsınız. Deməli, 6b-dir. Deməli, 20 ilə 30 arası hamısı 20-dən başqa da 21-dən başlayaraq 30 daxil olmaqla. Hamısı əlavə yarım qrupdur. Hamısı əlavə yarım qrupdur. Dəqiqə. Hardan bildik? Çünki D-si var. Və D-si olanlarda yadınızda saxlayın. Bizə onsuz da 20 ilə 30 arası düşür. Bilməlisiniz ki, 4S ilə 3D ikisi bir yerdə toplanılır, qrup nömrəsi tapılır. Bunları da dedik. Sonra gəldik bunlara əsasən. Bilməlisiniz ki, bizim elementlərimizdə flor, oksigen və azotdan başqa, fon elementlərindən başqa, F10 elementlərindən başqa digər elementlərin maksimum valentliyi qrup nömrəsinə bərabərdir. Nəyə bərabərdir? Maksimum valentliyi qrup nömrəsinə bərabərdir. Aydın oldu mu? Maksimum valentliyimiz qrup nömrəmizə bərabərdir. Misal üçün, desəm flor. Florun sıra nömrəsi 17-dir. Elektron quruluşunu yazsaq, 3s2, 3p5-dir.
Desəm bu neçənci dövr, neçənci qrup elementidir? Deyirsən ki, 3-cü dövr 7A-dır. 7A-dırsa deməli bunun maksimum valentliyi neçədir? 7-dir. Desəm ki, maksimum həyəcanlanmış halda tək elektron sayı nə qədərdir? O da 7-dir. Aydın oldu? Maksimum həyəcanlanmış halda tək elektron sayı qrup nömrəsinə bərabərdir. Bəs tək elektron sayı nə deməkdir? Yəni tək elektron deyəndə sonuncu elektron səviyyəsinə baxırsınız, sonuncu elektron təbəqəsinə baxırsınız, onun orbitallarda yerləşdirirsiniz. Bax, S-i yerləşdirdim, bu S2-dir. P-ni də yerləşdirəndə belə bir şey olur. Burada nə qədər tək elektronum var? Bir dənə tək elektronum var. Deməli, xlorun normal halda bir dənə tək elektronu var. Amma mən xloru həyəcanlandırsam 7 dənə tək elektronu olacaq. Həyəcanlanma nədir? Gəlin baxaq ona da. Həyəcanlanma bilməlisiniz ki, yalnız və yalnız eyni energetik səviyyə daxilində, yəni energetik təbəqə daxilində baş verir. 17-nin elektron quruluşunu yazsam, sonu belə bitəcək. 3s2, 3p5. 3s2, 3p5 ilə bitibdirsə, biz bilirik ki, 3-cü energetik səviyyədə 3d də var. Sadəcə burada 3d sıfırdır. S-də 2 dənə elektron var, düzdür? P-də də 5 dənə elektron var. Həyəcanlanma odur ki, elektronlar tək-tək yerləşsin. Deməli, burada xlorun normal halda bir dənə tək elektronu var, bu sonuncudur. Bir dənə tək elektronu varsa, deməli o 1 valentlidir. Amma bu xloru həyəcanlandıranda bu 3p5-dəki bir dənə elektron gəlib keçir 3d-yə. Onda mənim elektron quruluşum olur 3s2, 3p4, 3d1. Sonra mən bunu biraz da həyəcanlandıranda bu 3d-dən biri keçdi axı, bir dənə də cüt elektronu qalır deyə. O da gəlir keçir bura. Bu olur artıq onda 3s2, 3p3, 3d2. Artıq 3p3-dəkilərin hamısı təkdir, tək-tək yerləşib. Deməli, p-dəkilər artıq həyəcanlana bilməz. D-dəkilər də onsuz təkdir. Onun 5 dənə orbitalı var axı. Hərəsində biri hərəsində birləşəcək. Biri burada, biri burada. Artıq burada bir dənə cüt olanımız var. O da 3s-də 2-dəkilər cütdür. O 2-dəki cütlər də gələcək yenə 3d3-ə. Nəticədə olacaq 3s1, 3p3, 3d4. Deməli, xlor normal halda 1 valentli olur. Çünki bir dənə tək elektronu var. Həyəcanlandıqda bu 3p4, 3d1 oldu ya, orada artıq neçə dənə tək elektronu var? 3 dənə. Deməli, onda 3 valentli olur. Bu buradakında nə qədər tək elektronlu olur? 3p3, 3d2. 5 dənə, deməli 5 valentlidir. Ən axırıncı yazdığımda isə bütün elektronları təkdir. Deməli, 7 valentlidir. Ona görə deyirik ki, element həyəcanlandıqda maksimum valentliyi qrup nömrəsinə bərabərdir və yaxud da element həyəcanlandıqda maksimum tək elektron sayı qrup nömrəsinə bərabərdir. Sadəcə bizim 3 elementimiz var ki, həyəcanlana bilmirlər. Çünki boş D orbitalları yoxdur. Bu elementlərimiz fon elementlərimizdir. Flor, oksigen və azotdur. Aydın oldumu? Aydın oldusa, gələk biraz suallardan baxaq.
Misal üçün birinci suala baxırıq. Atomun tərkibini yazmışdıq biz, düzdür? Mən sizə evə verəcəm atomun elektron formulunu və ondan sonrakı mövzunu. İndi baxaq birinci suala. Deyir, normal halda 3D yarım səviyyəsində 7 elektron olan elementin sıra nömrəsini müəyyən elə. 3D-də 7 dənədirsə əvvəlini yazmalısınız. Bilməlisiniz ki, 3D 7-dirsə 4S2-dir. Ondan əvvəl 3P6-dır. Ondan əvvəl 3S2-dir. Ondan əvvəl 2P6, 2S2, 1S2. Cəmi də toplayanda nəticədə cavab 27 eləyir. İkinci sualda mən keçən dəfə bunu sizə başa salmışdım atomun tərkibində yadınızdadırsa. X 3 müsbət. Bura 13 yazıbsa, deməli bunun proton sayı 13-dür. Normal halda proton sayı 13-dürsə, elektron sayı da 13-dür. Amma bu 3 dənə elektron veribdir. Onda onun elektron sayı neçə olacaq? 13-dən 3 çıxıram, yəni işarənin əksini 10 olacaq. Deməli, bu X3 müsbətdə 10 dənə elektron var. Mənə də deyir ki, X3 müsbət ilə Y mənfi iyonlarındakı elektron sayı eynidir. Deməli, onda Y mənfi iyonunda 10 dənə elektron var. Y-in proton sayını tapmalıyam. Proton sayını A ilə işarə eləsəm, deməli, A-nın üstünə mənfi birin əksi neçədir? Bu mənfi 1 deməkdir, müsbətdir. İşarənin əksini gəlirik də protonun üstünə. A-nın üstünə gələcəm, onda mənfidir deyə 1-i bərabər imiş ona. Onda A-mız özümüz 9 imiş. 9-un elektron quruluşunu tapacaqsınız. O da 2S2, 2P5-dir. Üçüncü, adi elementdir. Elektron formulunu yazıb tapacaqsınız ki, neçənci dövr, neçənci qrupdur. 4, 5-ci sual asandır. 6-cı sual, hansı atomun normal halda xarici energetik səviyyəsində cütləşməmiş elektronların sayı ən çoxdur? Bir elektron quruluşunu yazacaqsınız. Tapacaqsınız ki, hansında tək elektron sayı daha çoxdur, tək qalan. Yəni, o kvadratlar deyir ya, orbitallar. Onlarda yerləşdirəcəksiniz. Hansında nə qədər tək elektron daha çoxdursa, deməli, cavab da odur. 7, 8 də bunun kimi. 9 asandır. 10-cu sual fon elementidir. Dedik ki, hansı elementin ən yüksək valent ionun dövrü sistemdə yerləşdiyi qrup nömrəsinə uyğun deyil? Fon elementi. Deyir ki, 12-də 1A yarım qrupunu göstər, NS1 olmalıdır, Y variantı. Yəni, bu cür asan suallardır. Gəlirik 16-cı suala. Deyir, elektron formulu verilmiş elementlərdən hansı daha qüvvətli reduksiya edici xassiyə göstərir? Siz bilməlisiniz ki, bunu əslində biz birinci dərsdə keçəcəyik, amma indi də deyirəm. Siz bilməlisiniz ki, yəni bundan sonrakı dərsdə keçəcəm, yenə izah edəcəm o hissəni, ən əvvəldəki dərsi, dövri sistemi dərsidir. Deyirik ki, bizim birinci, ikinci və üçüncü əsas yarım qrup elementlərimiz, həmçinin də labonsda 1, 2, 3 hamısı metaldır. Hamısı metaldır. 4-dən 7-yə doğru isə qeyri-metallardır. 4-dən sonra isə qeyri-metallardır. Bizə indi burada deyir, reduksiya edicilik xassəsi göstərir. Siz bilməlisiniz ki, reduksiya edicilik xassəsini metallar göstərir. Yəni, ya birinci qrup olmalıdır, ya ikinci qrup olmalıdır, ya da üçüncü qrup olmalıdır. Burada da variantımız Y variantıdır, üçüncü qrup. Metallıq xassəsi qüvvətlidir deyirsə, yenə metal olanı seçməlisiniz. Birinci, ikinci, üçüncü qrupu. İyonlaşma enerjisi ən böyük olan qeyri-metallarımızdır. Deməli, qeyri-metallarımızdan seçməlisiniz ki, hansıdır? İndi mən burada bir şey demək istəyirəm. Burada RH tiplilər də burada verilmişmiş. Onu da burada izah edirəm. Deməli, burada 19, 20, 21 özünüz baxarsınız, asandır. Mən RH-ı izah edirəm. Bizim dövrü sistemimiz deyirik ki, 7 qrupdan ibarətdir. Daha doğrusu 8 qrupdan ibarətdir. Sadəcə 8-ci qrupumuz bizim təsirsiz qazlarımızdır. Birləşmə əmələ gətirmirlər deyə biz onlara baxmırıq. 1, 2, 3, 4, 5, 6, 7-ni yazıram. Bunların hidrogenli və oksigenli birləşmələri var ki, siz əzbərə bilməlisiniz. Birinci qrupun hidrogenli birləşməsi RH, ikinci qrupun RH2, üçüncü qrupun RH3, dördüncü qrupun RH4,
5-ci qrupda RH3, sonra yenidən azalır. RH2, RH-dır. Oksigenli birləşməsi isə R2O, RO, R2O3 ancaq artır. RO2, R2O5, RO3 və R2O7-dir. Bunları biz əzbərə bilməliyik və bilməlisiniz ki, hidrogenli birləşmələrindən 1-ci, 2-ci, 3-cü qrupumuz uçucu deyil, 4, 5, 6, 7 isə uçucu birləşmələrdir. Bizə indi bu 27-ci sualda deyir ki, element hidrogenlə RH2 tipli uçucu birləşmə əmələ gətirir. Uçucu birləşmə əmələ gətirilirsə, sən deməli baxmalısan 4, 5, 6, 7-yə. RH2 olanı hansıdır? 6-cı qrupdur. Deməli, 6-cı qrup olan variantı seçməlisən, C variantını. Uçucu olmayan RH2 desəydi, onda baxacaqdın 1, 2, 3-cü qrupa. 1, 2-ci, 3-cü qrupdan da RH2 olan 2-ci qrupdur. Deməli, 2-ni seçəcəydin. 28 də bunun kimi. Bu sualların hər birini yazacaqsınız. İndi çox üzərində dayanmaq istəmirəm. Dərsi öyrənəcəksiniz, testi yazacaqsınız. Yazırsınız ki, bu birinci bölmə 126 sualdır, 126-sı da. İkinci bölmə də neçə sualdır görüm. 100 sualdır, 100-ü də. Deyəcəksiniz, müəllimə niyə bu qədər çox verir? Çünki çox verirəm ki, o biri iki hissədə ətraflısı ilə əvvəldəki dərsi də birləşdirib verib. Kimyəvi bir dəfə də sizə əlavəni mütləq salıb atomu bitirib, artıq bu həftə rabitəyə başlamalıyam. Yaxşımı?